Növbə gəldi, çatdı mənim öz maşınıma. Satıram F-onu 40.000 manata. 1 manat belə aşağı verən deyirəm maşını. Çünki bu maşın, bunu bir dənə qeyd edeyim. Məndən M-paket söhbətləri eləməyin zəhmət olmasa. Bu maşını məndən götürəndə dalqabaq padnoşka M-i də verirəm sizə. M var burada. Onu da verərəm sizə. 300 manatlıq, 400 manatlıq M-rul da var. Onu da verərəm sizə. Yəni o söhbətləri məndən eləməyin zəhmət olmasa. Maşının yürüyüşü 150.000 kilometrdir. Mühərrikin sep başmağı, prokladkaları, sallikləri hamısı dəyişilib. Motosaata uyğun hamısı dəyişilib. Sonra isə maşın üzərində, yəni mühərrikxanada sveçalardır, babindir, hamısı dəyişilib. Mayələr hamısı dəyişilib. Emsol yağı ilə sürürəm maşını. Sonra isə əski sistemi Kailover'dir, KW Kailover'dir və onu da Google'da search eləsəz görəcəksiniz ki, hansı Kailover'dən söhbət gedir. Ferrari, Lambo və hiper maşınların üstündədir. M-lər 63'lerin üstündədir. Bunun üstündə də həmən Kailover'dəndir. Sonra isə gördüyünüz kimi 6-cı seriyesinin orijinal diskləridir. Yəni Tayvan, Türkiyə falan diskləri deyil. Orijinal 6-cı seriyanın diskləridir. Michelin təkərlərdir. Fiyaletvi patpresdir. Və maşının abilçovkasında hətta dəyişmişəm. Bu maşının görünüşü fərqli olmağı səbəblərindən biri də bu gördüyünüz abilçovkadır. Maşının orijinal M-Tekdir. Və maşınımız isə 360 Corzona da var maşının üstündə. Salonu isə orijinal Nappa dəridir və burada interyerdə gördüyünüz ki, bəzən BMW-lərin üstünə, hətta M-lərin üstündə gəlir bu. Bunun özü təkcə Kuruqava 1200 manatdır. Səs sistemi isə Harman Kardon'dır və maşının içində də göstərsən, heç bir yırtığı, dəyişəni, heç bir şey yoxdur. Maşının orijinal probegi isə yenə deyirəm 150.000-dir. Bütün qulluqları olunub maşında. Sonra isə ambiyanslı var, ulduz tavanı var, alikantarı var. Və maşının hər bir şey görülüb maşının üstündə. Maşının üstündə elə bir şey var ki, yəni elə bir iş görmüşəm ki, adi F-onlardan at gücü bir 40'a yaxın daha çoxdur. Maşının isə sentralni pərdələr arxa qapının üzərində var, qapıda da var, arxa polkada da var. Maşınımız dolu maşındır. İstədiyiniz, yəni bir BMW sürənə nələr lazımsa hamısı bu maşında var. Sonra isə maşının arxa hissəsində isə diffuzeri dəyişmişəm. 550 orijinal başlıqdır. O belə deyək də Türk variantı deyil. Onlar da pisdir. Qəşəng görsən. Amma mən çalışmışam maşının üzərində hər şey orijinal istifadə edeyim. Orijinal 550'nin nasatkaları isə normalda tapsız 550 manat, 600 manat, 450 manatdır. Bununla da iş bitmir. Maşının 2 çıxışı var və 2 çıxışı üçün normalda qazan qoyanda bu tərəf bagaj hissəsini, yük hissəsini kəsmək lazımdır. Mən isə bu maşının altında 3D dizayn Yaponiyaya məxsus olan sırf F10 üçün Nerjavika qazanları qoymuşam və maşında ideal vəziyyətdədir. 0.75